Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlı Qlobal İnfoza açıqlamasında sensasiyon fikirlər səsləndirib. O, Elçibə ilə bağlı iddialarına aydınlıq gətirib. Stat: Həmin vaxt Əbülfəz bəy ilə münasibətlərim son dərəcə yaxşı idi. O, faktiki olaraq Rəsulu bizim əlimizdən aldı və bu məsələnin üzərinə getməyimizə, pulun harda olduğunu aydınlaşdırmağımıza imkan vermədi. Mən bu fikirləri həm meydanda, həm də Əbülfəz bəyin sağlığında 1989-cu ildə açıq şəkildə demişəm. Şəxsi hesablamalarıma görə meydanda minimum 10-15 milyon manat vəsait toplanmışdı. Rəsula dedim ki, sən 2 milyon manat yığıldığını demişdin. O isə cavab verdi ki, yox, 250 min demişəm. Sonra Nərimanovda görüşməli olduğu və 1,5 milyon, 750 min manat vermək istəyən şəxsləri xatırlatdım. Dedi ki, onlar görüşə gəlməyib və vəsait verməyiblər. Əbülfəz bəyin bu məsələyə müdaxilə etməsi səbəbindən işin üzərinə gedə bilmədik. Sonradan müxtəlif şəxslər mənə bildirdilər ki, biz həbsdə olduğumuz vaxt pulun təxminən 70%-i Əbülfəz bəyə verilib. Qalan hissə isə Rəsulun dayısı və ətrafındakı şəxslər tərəfindən bölüşdürülüb. Dedilər ki, Rəsul qorxudulub və bu səbəbdən həqiqəti mənə deyə bilməyib. Rəsulun həyat yoldaşı bir məclisdə mənə yaxınlaşdı və ağlayaraq dedi ki, Rəsulun pul mənimsədiyini düşünməyim düzgün deyil. Onun sözlərinə görə Rəsul aldadılıb, əsasən dayısı və yaxın qohumları bu işdə rol oynayıb. Bildirildi ki, pulun təxminən 70%-i Əbülfəz bəyə verilib. Rəsulun həyat yoldaşı bu məsələlərlə bağlı danışmağa hazır idi, lakin sonradan geri çəkildi. Səbəb kimi övladlarının olduğunu və Rəsulun ailəsinin vaxtı ilə ciddi şəkildə qorxudulduğunu dedi. Bu səbəbdən Rəsul həqiqəti mənə deyə bilməmişdi. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.